Bismillahirrahmanirrahim. Allahın salamı, xeyir və bərəkəti olsun siz müminlərin üzərinə. Allah təbarək və Teala bu müqəddəs Ramazan ayında etdiyiniz duaları, tutduğunuz orucları Allah qəbul etsin. Əziz müminlər, bu günləri Ramazan ayının 10-u, əziz Peyğəmbərimizin Həzrəti Muhammed əleyhisselamın həyat yoldaşı xanım Xədicə Kübra Səlamullah əleyhanın vəfat günüdür. İstərdim xanım Xədicə Kübra haqqında Peyğəmbərimizdən nəql olunan 2 hədisi diqqətinizə çatdırım və bizlər bu 2 nəql olunan hədisi yadımızda saxlayıb xanım Xədicə Kübranın bizim boynumuzda nə qədər haqqı olduğunu gərək başa düşək. Peyğəmbərimiz buyurur ki, mən Xatəmul Ənbiyayam, Peyğəmbərlərin sonuncusu mənəm. Əşrəful Ənbiyayam, mən ən üstün Peyğəmbərəm. Yəni məndən sonra Peyğəmbər və məndən sonra din olmayacaqdır. Ta qiyamət gününə qədər mənim gətirdiyim din baqidir, əbədidir. Və Peyğəmbərimiz buyurur ki, mənim gətirdiyim bu dini 2 şəxs kömək etdi, 2 şəxsin şücaəti, 2 şəxsin xidməti ilə mənim gətirdiyim bu İslam dini ayaqda qaldı, qüdrət tapdı, inkişaf etdi. Yəni Allahın dininə 2 şəxs kömək etdi. Onlardan biri Həzrəti Xədicə Kübra, həyat yoldaşım, mənim qadınım Xədicə Kübra idi ki, öz malını ata babasından və özünün öz şücaəti ilə, özünün öz istedadı ilə əldə etdiyi malını və mülkünü hamısını Allahın dini yolunda mənim ixtiyarımda qoydu. Bu səbəb oldu ki, Allahın dini mənim vasitəmlə və xanım Xədicə Kübranın var dövləti ilə ayaqda qaldı. Birinci şəxs Peyğəmbərimiz buyurur ki, həyat yoldaşım oldu. İkinci şəxs isə Həzrəti Əli ibn Əbu Talib əleyhissalam oldu. İmam Əli oldu ki, onun da qolunun gücü ilə, əlindəki zülfüqarla. Xülasə, Peyğəmbərimiz buyurur ki, mənim gətirdiyim İslam dini 2 şəxsin şücaəti ilə, xidməti ilə ayaqda qaldı. Biri həyat yoldaşım Xədicə Kübra Səlamullah əleyhanın var dövləti ki, malı dövləti ki, ona Allah yolunda ehsan etdi və bir də qardaşım əmim oğlu Əli ibn Əbu Talibin qılıncı ilə. Allahdan istəyək ki, Allah bizi bərzəx və qiyamət günündə Həzrəti xanım Xədicə Kübradan və Həzrəti Əlidən əleyhissalamdan ayrı salmasın. Esselamu aleykum və rəhmətullah və bərəkatuh.